Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü tanınmış jurnalist Ağaddin Babayev 69 yaşında dünyasını dəyişib. O, bugün səhər saatlarında doğulduğu Şağlaser kəndində dəfn olunub. Qeyd edək ki, Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına kolxozunda fəhlə, Bakıda Qırmızı Ulduz İstilik Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərmanov rayon Kommunal Təsərrüfat şöbəsində fəhlə və briqadir. Lənkəran Dövlət Dram Teatrında ədəbi dram hissə rəhbəri, Lənkəran qəzeti redaksiyasında müxbir və şöbə müdürü, Bakınski Raboçi qəzetinin redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin Cənub bürosunun rəhbəri vəzifəsində çalışıb. Ağaddin Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edib. O, əmək fəaliyyətini Lənkəran qəzeti redaksiyasında şöbə müdürü kimi davam etdirib. Eləcə də 50 ildən çox bədii yaradıcılıqla məşğul olub. Hekayə, piyes və şeirləri, habelə rus və dünya ədəbiyyatında tərcümələri müxtəlif almanaqlarda, mətbu orqanlarda dərc olunub. Bir neçə piyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. 2 kitab müəllifidir. Bir sıra ədəbi müsabiqələrin, o cümlədən dəfələrlə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin elan etdiyi məqalə müsabiqələrinin qalibi olub. Allah rəhmət eləsin. Rövşən Almazoğlu. Ağaddin müəllimlə 10 ilə yaxın biz bir yerdə çalışmışıq da. Çox gözəl insan, çox səmimi bir insan. Yəni, həqiqətən mən bugünkü gündə, necə deyərlər, öz müəllimimi itirmişəm. Ondan çox şey biz öyrənmişdik. APA-nın ilk əməkdaşı olub o. Əvvəl APA azda işləyib, sonra telekanal açılandan sonra, APA TV açılandan sonra, yəni bir yerdə biz 10 il müddətində mən ondan həqiqətən 10 ilə yaxın bir yerdə biz işləmişik. Cənub bölgəsində demək olar ki, operativ bir işləyən insan idi. Yəni hər bir xəbərə, hər bir məlumata operativ yanaşırdı. Ona rəhbərlik tərəfindən verilən hər bir tapşırığı, yəni operativ olaraq, canla, başla, yəni yerinə yetirən bir insan idi. Necə deyirlər, xəbər vaxtı biz xəbərə gedəndə hələ çəkiliş meydançasına çatmamış, yəni orada bütün işlərimizi qurmamış, hələ deyərdi ki, məsələn, filan şey belə eləyərik, filan çəkilişi belə eləyərik, buradan başlayarıq. Yəni mən ondan çox şey öyrəndim. Heydərov Tofiq Ələddinoğlu, Lənkəran Dövlət Universitetinin baş müəllimi. Ağaddin Babayev sənəti ilə bağlı, jurnalistika ilə bağlı, teatrşünaslıqla bağlı Lənkəran teatrında çox böyük işlər görmüşük. Biz bir yerdə onunla 9 il müddətində əməkdaşlıq eləmişik. Ağaddin Babayevin həm jurnalistika, həm də ki, dramaturgiyada böyük bir rol olmuşdu. Yəni onun ərsəyə gətirdiyi, onun yazdığı həm uşaq əsərləri, həm də ki, tərcümə etdiyi, rus dilindən və yaxud da digər dillərdən tərcümə etdiyi əsərlər bizim Lənkəran teatrında belə deyək də tamaşaya qoyulmuşdu. Rəza Musayev, Şağlaser kənd Ümumi Orta Məktəbinin müəllimi. Biz Ağaddin Babayevlə 50 ildən dediyim kimi artıq dost olmuşuq, bir yerdə oxumuşuq. Hala 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetində, indiki universitetdə bir yerdə imtahan vermişik. Ağaddin müəllim gözəl insan, gözəl jurnalist. Lənkəranın yox, mən deyədim Azərbaycanın bütün o dövrün, yəni Sovet dövrünün sonraki illərin mətbuatında iz qoymuş, imzası olan bir adam idi. Akşin Ağaddinoğlu Babayev. Mən atamla çox fəxr edirəm. O bizim qəhrəmanımız idi. Biz onu bugün səhər saatlarında itirdik. Məkanı cənnət olsun. Lənkəran Cənub bölgəsi üçün çox ağır itkidir. Həyəcanlı olduğum üçün
danışa bilmirəm. Allah rəhmət eləsin.